Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlhamoğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüffət Əlizadənin məhkəməsi başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Rüffət Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib. Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüffətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara yox cavabı verib. Bundan sonra Rüffət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüffət danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. Finka Azərbaycan şirkətinin Cəllabad filialında kredit mütəxəssisi işləyən Vüsal İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüffətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər. Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüffət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində dünyasını dəyişib. Məhkəmənin hökmü ilə Rüffət Əlizadəyə 13 il həbs cəzası verilib. Qeyd edək ki, 2 uşaq atası olan Vüsal İlhamlı ali təhsilli mütəxəssis olub.